Şair Qabil İmamverdiyev deyib ki, tufan qamçısını çırpsa da üzə, toz, torpaq sovrulub dolsa da gözə, kol, köz, qaratikan çıxsa da dizə, yenə də çiçəkdir, güldür bu dünya. Keçsə də çox yerdən Çin səddi tək səd, tikanlı, məftilli, hasarlı sərhəd. Gözdən asılsa da pərdə tək min həd, yenə də cunadır, tüldür bu dünya. Başından aşsa da dərdi bəşərin, seli gurlaşsa da təhlükələrin, ayıqlar götür qoy etsə də dərin, yenə öz keyfində lüldür bu dünya. Yenə öz keyfində lüldür bu dünya.